Yeni bir gündən herkese salamlar. Gelmiştim Paşokuya aşqaralıq almaq üçün. Gördüm hava qəşəngdir. Dedim biraz da gəzinti eləyim. Vlogun başlanğıcını da buradan açım. Sizin de videonu açanda gözünüz, könlünüz açılsın. Уже buralar yaşıllaşıbdı. Deyəsən yaz gəlir. Çox şükür. Ən sevdiyim fəsil yazdı. Ondan sonra da yay. Qış payız mənlik deyil. Payızda da olsam da payızı hiç sevmirəm. Hər dəfə gəlib buradakı bu quşları görəndə ürəyim açılır. Kimsə də yemləyir. Bir dəfə gördüm bir dənə xala yemləyirdi bunları. İndi də gətirib nəsə töküblər. Yeyirlər özləri üçün. Bir 500 addım gəzdim. Dərman var idi bir dənə. Yine onu aldım. Xanım bir paçka vermişdi. Sən demə. O 2-2 içləsiymiş deyə. Bir şey kurtarmıştı. Onu aldım. Gedim lazım olanları da götürüm. Gedim eve. Bunların gözəlliyinə baxın. Adam baxanda xoşbəxtlik hormonu çoxalır. Ən azından məndə elə olur. Necə gözəldilər. Hava o kadar güzel idi ki hiç gelmek istemedim eve. Böyle biraz əriyə aldığım yerden semitika aldım. Aparatda isti-isti qoyulub satırlar. İçərisinə də yer fındığı qatırlar. Yer fındıqları da çox gözəl dadıyır. Dərmanımın biri qutarırdı. Bunu 2-2 içirəm deyə tez qutarır. Bundan götürdüm yine bir paçka. Dedim ki bir paçka da alacağım. Çünkü mənim müalicəmi 2 həftəlik yazıbdı. Səhər axşam 2-2 içirəm bundan. Bunun da qiyməti 12 manat 35 qəpikdir. Ben ikisine doldurabilirim. Bir de erik götürdüm. Şunu ortaya dolma var idi. Uşaqlar ondan yiyiblər. Akşama da dedim aş edeyim. Çünkü dünən axşam bozartma üçün şeyləri pişirdim. Ətləri. Ona qədər yoldaşım bayırdan aldı gətirdi yeməyi belə deyim də. Qaynanamın ürəyi kebab istədi. Daha o əti pişirmədim. Qaldı. Dedim bugün qəşəng də yağlı ətdir. Dedim bugün ondan aş hazırlayaram. Şimdi ətim qaynayıb hazırdır. Bir dənə qalıb aşqarasını hazırlayıb aşını süzmək. Gətirib onu da hazırlayaram. Saat hələ 4'ün yarısıdır. Bir saatte keçsin. Başlayaram hazırlamağa. Bir stəkan da çay içim. Ondan sonra da yavaş-yavaş keçim. Bunun soğanını doğrayım. Aşqarasını hazırlayayım. Aşını dəmliyim. Hətta gətirim yavaş-yavaş. Çünki aşla boğuş qaldıqca dadlanır. Axşamın yeməyini hazırlayıram. Bizdəki nəhayət ki uşaqların etiraz edəcəyi gün gəlib. Sümüklərini qoydum. Daha doğrusu sümüklü ətləri qoydum. Pişsin. Kəfini yığmışdım. Amma yenə belə kəfi çıxıbdı. Axşama ondan hazırlayıram. Buralarda batırmışam. Yığıram qızlar. Bizdə uşaqlar sümüklü əti heç sevmirlər. Yığıram. Bir 2 həftənin, 3 həftənin sümüyünü bir rənti pişirirəm. Bu da 2 həftənin deyəsən. Çalışıram həmişə ət alanda da sümüksüz ət alım. Burasına da yağ tökülüb. Sümüksüz ət alım. 2 həftədən bir ya belə aş eləyirəm, ya nə bilim bozartma eləyirəm, pişirirəm. Onda da ki uşaqlar ağız bura suyundan, kartofundan yiyə, ya yeməyə, ya da ki nə bilim indi məsəl üçün evdə sosiska, kalbasa var. Çox yəqin ki oğlum deyəcək, yox mən yemirəm, mənə sosiskalı, kalbasalı yumurta pişir. O birisi deyəcək mənə sosiska pişir. Nəysə axır məcbur pişirməliyəm də, qoydum pişsin. Xanım var, keçən səfər külah tatlısı, Azərbaycan dilində ona nə deyirlər? Axır pişirdiyim şirninin xəmirindən qalmışdı.
Dedim o gətirim onu da hazırlayayım. Buzluqdan çıxartdım, qoydum xaladinikin adi gözünə. İçərisinə vurmağa qaymaq kremim də var. Gətirim onu yayım, büküm, doluyum belə şeylərin kənarına. Dəmirlərin keçən səfər qəşəng bəyəndilər, yedilər. Yəqin ki, bu səfər də sevərlər. Eyni xəmirdir. Axır vaxtlar baxıram ki, bu qərarı verməklə çox yaxşı qərar vermişəm. Şirniyyatı bişirəndə xəmirinin yarısını saxlayıram. Bu həftə bir hissəsini bişirirəm, gələn həftədə bir hissəsini bişirəndə şirniyyat yaxşı gedir. Yox, hamısını xəmirin bir dəfəyə bişirəndə qalıb quruyur. Bizdə şirniyyat evdə az yeyilir. Elə evlər var, maşallah olsun. Pişir, pişən kimi də baxsan ki, şirniyyat elə yerindəcə yoxa çıxdı. Amma bizdə elə deyil. Niyəsə bizdə uşaqlar sevmirlər şirniyyatı. Çox yemirlər. Gətirim onu hazırlayayım. Bunu salafana koyup saxlamışdım. 2 dənə kündə eləmişdim. Biri budur. Birində dediyim kimi pişirmişəm. Elə heç yoğurmayacağım yenidən. Yoğursam bərkiyəcək. Belə qatılığı da yaxşıdır. Elə bunuca qoyum, yayım, kəsim. Bükək bir rənti hazırlayaq. Keçən səfərdən elə hazırladığım, yağlı kağızdan hazırladığım qəlibləri də atmadım. Şkafda saxladım bir salafanın içərisində ki, kündənin digər hissəsini bişirəndə yenə ondan istifadə eləyərəm. Bu dəmirlər 6 dənədir. 6 dənə də bəs eləmir. Özüm hazırlamışdım. Düzdür, uje atmışam onları. Görün 1 manatlıq mağazada var idi həmişə bu dəmirlərdən. Olsa alacağım. Olmasa da daneyin yeyək hər səfərində belə yağlı kağızdan gərək özüm qəlib hazırlayım. Qızlar adicə belə doluyuram. Onu da qoyuram bişir. Bişdikdən sonra da içərisinə hər hansı bir krem, istəsəz mühalləbili krem, türklər bişiririk. İstəsəz qaymaq krem ya zavarnoy krem torbaya doldurup içərisinə sıxırsınız. Çox ləzzətli, dadlı, şirin olur. Keçən səfər İnci deyir ki, mama deyir, bunu deyir, soyuq əllərdə 4 manata verirdilər, ya neçəyə verirdilər. Eyni deyir, belə idi. Adı başqa idi, prosto. Deyirəm, elədir də, bala. Evdə pişirdiyimiz şeylərdə sadəcə adını dəyişdirirlər, ya biraz da bəzəklərini fərqli eləyirlər. Baha qiymətə verirlər. Bu şəkildə hamısını bükəcəm. Sonra da kağızın üstünə, düzdür kağızın üstünə bükəndə elə də səliqəli görünmür, amma 2 dəfə bişirməkdənsə belə yaxşıdır. Qızlar hazırdır. İçərisinə doldurdum kremini. Üzünü də şokolata batırdım, çıxartdım uç tərəfini. Belə gözəl şirniyyatlar alındı. Yeni gündən hər kəsə salam. Necəsiz xanımlar? İnşallah yaxşılarsınız. Dedim, elə günü necə başlayıramsa, sizə də elə başlayayım. Yoldaşım işə getdi, onu yola saldım. Yeməkdən 20 dəqiqə əvvəl, 15 dəqiqə öncə olan dərmanları içdim. Yeməkdən sonra bir dənə bu var. Bizdəki bu var. Bunları içəcəm. Neyse, bunları içdim. Bunları da kənarda qoyum. Ən sevmədiyim şey bu dəzgahın üzərində nəsə əlavə bir şeyin olmalıdır. Tutasını eləyə bilərəm. Burada qoymasam yadımdan çıxar. Səhər-səhərdir. Dünən axşam qaynanamın başına kraska qoyduq. Əslində o 7-0 qoyur deyəsən. Hə, 7-0'dır. Sadəcə onu qoyanda saçı seyrək görünür deyə məndə 4.5 var idi palit. Dedim biraz bundan qatım daha tünd olsun. Biraz da bundan töktüm kraskasının içərisinə. 7-0 ilə 4'ün arası oldu, belə deyim də. Bu da yaddan çıxıb, axşamdan burada qalır. Qabları yumuşam, axşamdan bunlar da hamısı buradadır. Bilmirəm, demişdim sizə, aş dəmləmişdim. Hamısı aşın buludlarıdır. Əvvəllər bizdə aş sevilirdi, uşaqlar aşı sevirdilər. İndi ikisi də yemək istəmir. Bir ara yeməkdən əlim üzləndə bilməyəndə nə pişirim, daha doğrusu sümüklü əti nə yiyeyim deyəndə deyirdim ən azından aş pişirəm.
sümüklərini çıxardıram. Elə yeyirlər də. İndi də aşı da yemirlər. Yuyuləsi qablarım var. Üydüyüm qablar da burada durub. Hə, aşı da yemirlər. Qalmışam belə ki, indi nə pişirim? Şimdi ətdən indi nə pişirim? Bunlar da qaynanamın cehizlərindən qalanlardır. Qabları yerləşdirim. Dünən axşamdan yenə qablar çıxdı. Bir partiya yudım. Mənə elə gəlir ki, bu qab heç qutaymır evdə. Bir əl yumuşam, yenə çıxıbdı. Çaydanı yenə doldurum, qoyum. Pastilləri dünən dəyişmişdim. Onları ataram yuyulmağa. Nə oldu? Şeydə yox idi, bankada. Burada həmişə var. Həmişə belə. Bunlar neçəyədir? 480. Böyle, bu 500 gram. Bu ne kadardı? Ne kadardı? 300. Bu yaxşıdır da. 480. Bu da şeydi. Eyni qiymətədirlər. Yəqin bu kalçukdadır. Bu şişədə ona görə. Bankasına görə. Bu birazcık şey olsun. Yumuşasın. Şimdi sen yemeğini veriyorum. Bu dərmanları içəndən sonra da adamı da ağzı dərmanları içəndən sonra da adamı yandırır. Bilmirəm niyə. Axşam da saçımı kraskaladım. Bugün bilmirəm sizə dedim mi? Bir məclisə dəvətliyik. Əmoğlumun 50-liyi. Saçımı da kuratka eləməmişəm belə. Dalğalı, dağınıq bir formadadır. İstəyirəm bugün gedim saçımı kəsdirim. Eyni zamanda üzüm üçün lazerə gedim. Ona görə saçıma heç əl vurmadım. Elə sadəcə buradan yığdım ki, dursun belə. Burada kəsdirəndə yenə ondan su püskürdüb. Yenidən üstündə işləyəndə yenidən ukladkası dağlasıdır. Bir də burada qızlar bu vişne suyu var. Bilmirəm bunu da nə edeyim. Baxın nə qədər suyu çıxıbdı. Əvvəl bundan piroksat hazırlayırdıq. İndi bilmirəm hazırlasam yeyirlərmi? Mənim uşaqlarım da çox elə yemirlər. Yoldaşım deyir ki, bunun içinə biz deyir su qatıb kompot kimi içiririk. O vaxtım uşaqlarını anlatmaq olurdu ki, buraya bu kompotda içirdilər. Amma indi o qədər bu kompotlara, nə bilim, meyvə şirələrinə o qədər dadlandırıcı vururlar ki, onu mən kompot kimi hazırlayıb qoysam da içməzlər ki, bu heç də yaxşı dadı var. Ona görə qalıb hələ ki, burada heyfim də gəlir onu atmağa. Bilmirəm nə edeyim onu. Marif verin sən yeməğini. Bu çünkünün adı neydi? O bazar gün gedirdi ya. Rüya gibi. Rüya gibi bir bakıyordun sen. O bazar günü bence ne verilmiş olar yerde. Həmişə bazar gününün səhərsi günü vlog paylaşanda məndə niyəsə yaxşı çəkilişlər olmur. O da nəyə görə? Hamı evdə olur, uşaqlar evdə, yoldaşım evdə. Elə ancaq onların qulluğunda dururam, evi eşiyi təmizləyirəm. Tez-tez işlərimi görürəm. Yəqin ki, bir çoxunuzda elədir də. Kişi evdə olanda da işlərin sırasından görə bilmir. Nəsə onların özlərinə aid istəkləri olur. Bizim planlarımızı pozurlar. Heç nəyi ard-arda görə bilmirik, belə deyim də. Ona görə mən də belə bir çəkiliş eləyə bilmədim. İşlərimi tam görə bilmədim. Öyle ancaq evdə olduq. Elə bir iş də görmədik. Sadəcə evləri yığdım, pastelləri dəyişdirdim. Elə bunlar üçün yemək bişir, düşür. Bu qədər. Günümüz belə keçdi.
Pişik baxın aynanı bayırdan nə günə qoyur. Bu gün yenə tutqun, qara, necə deyirlər, adamı həvəsdən salan bir hava var. Amma olsun, yenə də əhval-ruhiyyəmizi yüksək tuturuq. Əhval-ruhiyyəmizi hava ilə bərabərləşdirməyək. Amma elə adamlar var, baxsan ki, havanın onunla dəxilləri yoxdur da. Yəni, hava tutqun da olsa, yağışlı da olsa, küləkli də olsa, həmişə əhvalları xoş olur. Amma məndə elə deyil. Hava soyuqdursa, belə hava tutqundursa, mənim də halım olmur, mən də halsız oluram. Nəysə, bugünün havası da belədir. Güllər də buradadır, altdan da bu kombi vurur, isidir. Hər gün gərək mən bunlara su töküm. Buna baxın, elə bilərsiniz ki, günlərdir yazığa su verilmir. O ki qala dünə yox, sıra hay gün vermişəm. Qızlar, başıma nə gəlibdi? Baxıram ki, dünən qış ortasında, necə deyirlər, biz tərəfdə deyirlər, qışın oğlan çağında başıma gələn işə baxın. Baxıram ki, gülə qarışqa gəlibdi. Bu zoğlarını yeyir, təzə çıxan zoğları yoxdur, onları yeyirlər. Gəliblər, doluşublar üstünə. Burada da belə bir şiriniyat, belə bir şirin meyvə zad da yoxdur ki, deyim meyvəyə gəliblər. Dünən təzdən belə püskürtmüşəm qarışqa dərmanı. Məndə yekə toz kimi olanlardan var. Hamısı tökülüb belə. İndi gərək bunları da bir gün təmizləyim. Bilmirəm, bu qış vaxtı bu qarışqalar hardan çıxıblar. Gülün zoğlarını yemək hardan çıxıbdı. Dedim, yox da, neyə bilərəm, gülü yeyirlər. Üstünə bir dəfə belə püskürtdüm dərmanı. Bunlar da töküldülər yerə, qarışqalar deyirəmi. Bilmirəm, bu qış vaxtı hardan çıxdı bu qarışqalar. Gül, buraları gətirim, silim, təmizləyim, gülü qoyum. Suyun altına geçək yuyum, üstünün dərmanlarını, əlimdə dərman oldu. Başlayayım işlərimə. Sonra da ki, görək neçədə gedirik, evdən neçədə çıxırıq. Gedək salona, birlikdə gedərik. Onu da başqa bir vlog başladaram. Bugünlük hələlik məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiyiniz bir vlog oldu. Bəyəndinizsə videonu bəyənməyi unutmayın. Bir də ki, axır vaxtlar fikir verirəm, abunələrimiz artmır. Gözəl xanımlar, izləyirsiniz, amma abunə olmadan izləyirsiniz. Bacıya abunə olsa sevinərəm. Rəylərə də bu aralar yaxşı cavab verə bilmirəm. Siz yenə də ürəkdən, böcəkdən, çiçəkdən buraxsa sevinərəm. Nəysə, çox uzatdım. Öpürəm hər birinizi, gözəl bacılarım. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Bu videonu montajlıyım, yüklüyüm. Keçim yeni bir sizlər üçün video başladım. Gələn video daha maraqlı olacaq. Ən azından restorana gedəcəyik. Geyimimi, necə hazırlaşdığımı sizinlə paylaşacağım. İnşallah yeni videoda görüşmək üzərə.